suala devam ediyor. 61. sual şekil tamamlanan sualdır. Şekil tamamlarda önce nöqtələr diqqət edirik. Yəni bir göstərir. Birinci, ikinci şeklin toplamı, yəni bərabərliyin sağ tərəfində birinci və ikinci toplamına bərabər. Yəni fərqli figurlarla verilir, yəni toplamı eyni. Yəni nöqtələri götürün. Çox vaxt, yəni siz çox xəttlər olan verilibsə, onun üzərində tamamlayın. Burada bərabər olduğu üçün fərq etməz. Amma mütləq qələmlər dəyişir. Qələmlər yazarkən dəyişir. Tamamlayırıq. Nöqtələr fikir verir mütləq. Nöqtələr çünki üst-üstə düşür. Fikir verir. Tamamladıq. Demək ki, 1 ilə 2-nin toplamı bu şəkildir. 1 ilə 2-nin toplamı yazdı. Digər bərabərliyin sağ tərəfində də eyni figur alınmalıdır. Burada çatmayanlar var. Qırmızı qələmlə yazıram və qırqırığın üzərinə. Sonra buradan tamamlayırıq. Sonra nöqtəyə yerinə fikir veririk. Başqa var mı? Var. Cevap variantlarına baxacağıq bu şəkildə. Rəngli yazdığımız qələmə baxırıq. Olmaz. Xət olmaz. Sadəcə bir xətin oldu. Demək ki, cavab verir.